mən özüm yeməyəcəm ki, bu səfərdən bura gedəcəm. Mən nə edirəm onu? Gübrəni versəydi vaxtında mən onun taxılını da götürərdim, dənini də götürərdim, otunu da götürərdim. Əkdiyi taxılın bir hissəsini bitsə də subsidiyanı ala bilməyib. Ona görə də əkdiyi taxıldan çox alaq otu yetirib. Bunlar hamısı yabani. Söhbət Cəlilabad rayonunun Pirvolni kənd sakini Elşən Yaqubovdan gedir. Təsərrüfat sahibi deyir ki, 5 hektar ərazidə vələmir əkib. Bu il malqaranı otarmaq üçün taxılı vaxtından əvvəl əkib. Aprel ayında yağışlar arasında sahəyə gübrə verməli idi. Amma subsidiyanı ala bilmədiyi üçün sahəsinə gübrə verə bilməyib. Sot yerim var. 5 hektar 28 sotdan əkmişəm, vələmir əkmişəm, oktyabr ayı əkmişəm. Erkən əkmişəm ki, mal, qoyun otarmaq üçün də. Əkmişəm və mən mart ayı buna azot verməli idim. Mən də sənədlərimi vermişəm daimə, daimlə mənə elə bu gün səhər mənim azotumu vermirlər. Yəni, belə deyirlər, bu ayın 15-i ayın axırı, bu ayın 15-i ayın axırı. Yəni, azotumu mənə vermirlər. Nə deyirlər, vermirlər? Bilmirəm, deyirlər, ayın 15 günlüyündə verəcək. Sonra deyirlər, təsdiq olunmayıb. Təsdiq olunub, indi may ayın biri təsdiq olunub, deyirlər ki, ayın 15 günlüyündə verəcək. Ayın 15 günlüyü keçib, İsrağa gün zəng eləmişəm. Deyir ki, ayın 30-u. Ayın 30-u da qutarırdı, ayın 30 günlükdə. 30 günlükdə bu ayın 23-üdür. Ay qutarır. Bu gələn ayda bu biçiləcək. Yəni burada da ki, halaq basıb, yəni mən onu vaxtında versəydim, bu halaq yəni basmazdı. Yəni göz qabağındadır, biçmişəm, yarısını deyək. Ota basıb biçmişəm, atmışam çölə. Elşən Yaqubov deyir ki, alaq basdığı üçün sahəsinin bir hissəsini artıq biçib. Onun sözlərinə görə taxıla vaxtında gübrə veriləndə vegetasiya dövrü sürətlə gedir və taxıl alaq otlarından daha tez böyüyür. Zərərli otların inkişafının qarşısını alır. Hazırda isə alaq otları sahəni üstələdiyi üçün 2,5 hektarını biçməli olub. Təsərrüfat sahibi deyir ki, biçdiyini heç malqara da yemir. Gübrəni versəydi vaxtında mən onun taxılını da götürərdim, dənini də götürərdim, otunu da götürərdim. Vermirlər, tək bir dənə otun götürmüşəm. Mən traktora pul vermişəm, əkinə pul vermişəm. Sonra buna dəni gətirmək üçün pul vermişəm. Bunlar hamısı vəsaitdir də. Mən dövlətin vergisini verirəm. Dövlətin çıxarışından... İndi bundan sonra versələr necə? Bundan sonra versələr, bu nəyə yarar? Səfərcən bura qalacaqdı burada, cəhənnəmə kimi. Nə olar, olur. Yəni, yağış yağmasa heç bir faydası olmaz, ha? Yağış yağmasa heç bir faydası olmaz. Yəni, bura dəminə şəraitində bitirdilir? Dəminə şəraitində bitir, bəli. Buna versələr yenə səfərcəmə, onu mən özüm yeməyəcəm ki, bu səfərcəm bura gedəcəm. Mən nə edirəm onu? Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, elektron kənd təsərrüfatı informasiya sistemində vətəndaşın 5,28 hektar sahədə vələmir əkməyinə dair bəyanı mövcuddur. Vətəndaş qanunvericiliyin tələbinə uyğun olaraq torpaq nümunəsindən analiz versə də, analizin nəticəsi elektron kənd təsərrüfatı informasiya sistemində inteqrasiya olunmayıb. Analiz nəticələrinin inteqrasiyası tamamlanmadığına görə vətəndaşa hazırki məqamda əkin subsidiyası ödəmək mümkün deyil. Artıq analiz nəticələrinin elektron kənd təsərrüfatı sisteminə sürətli inteqrasiyasını təmin etmək barədə texniki tapşırıq işlənir. Tapşırığın icrası başa çatdıqdan sonra vətəndaşa əkin subsidiyasının ödənilməsi təmin ediləcək.